Bu kanalın adı nəyə görə dəyişdirildi? Sən dostları satdın deyə kanalın adını dəyişdin. Dostlarından istifadə edib onları sonra da kənarlaşdırdın. Bu cür suallar sizdə də yarana bilər. Mən bu suallara cavab verməyə çalışacağam. Gəlin başlayaq. Bu kanalın əvvəlki adı Əli Ağayev idi və sadəcə Yumor qrupun əvvəlki adına qayıdırıq. Çünki artıq Yumor qrupda iştirakçıların çoxu ikisi artıq əsgərlikdədir, biri isə videolarda öz səbəblərinə görə çəkilə bilmir. Mən onu deyim ki, qrup dağılmayıb. Sadəcə hərənin öz işləri var, hərə başqa cür məşğuldur. Hamı getdikdən sonra artıq kanalı öz brendimə çevirməyi qərar aldım. Artıq tək işləyirəm. Kanalın böyüməsində təbii ki, dostlarımın səyi çox böyükdür. Ən çox əziyyət çəkən mənlə Məhəmməd oldu. Məhəmməd demək olar ki, bütün videolarda siz görmürsünüz, həmişə yanımda olub. Hal-hazırda Məhəmməd əsgərlikdədir. Bu qərarı mən artıq Məhəmmədlə vermişdim. Çünki biz Məhəmmədlə 6 ay əvvəl artıq bilirdik ki, Məhəmməd əsgərliyə gedir. Amma biz çalışırdıq ki, hər gün video paylaşaq və daha çox izləyici yığaq. Məhəmməd qayıdandan sonra yenə bizdə qoşulacaq, yenə mənimlə çəkiləcək və ona uğurlar arzulayıram. İstəyirəm ki, bu kanal tezliklə 20K-ya çatsın. Hal-hazırda 11.500 abunəçi var. Onun üçün də sizə təşəkkürümü bildirirəm. Hətta mən şəhərə çıxanda siz yaxınlaşırsınız. Əsasən balaca uşaqlar yaxınlaşıb öz sevginizi mənə göstərirsiniz. Onun üçün də sizə təşəkkürümü bildirirəm. Kanal burada qurtarmır. Kanal davam eləyir. Yumor qrupun sadəcə adı dəyişdirildi. Bu kanalda maraqlı videolar, maraqlı ssenarilər olacaq və təmiz komediya, real komediya və köçürülməmiş komediya ilə davam etməyə çalışacağam. Daha da yaxşı ssenarilərlə gələcəm, daha da yaxşı mövzularla gələcəm və sizi güldürməyə çalışacağam, əyləndirməyə çalışacağam. Çalışacağam hər gün video paylaşım. Siz də videolarda dəstəyinizi göstərin. Əgər kanala abunə olursunuzsa, siz bizə dəyər verirsiniz. Növbəti videoda görüşənədək hələlik.